Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullah. Baxın, Uca Allah Nisa surəsi 31-ci ayəsində buyurur ki: "İn tectenibu kebaira ma tunhaun anhu nukaffir ankum seyyiatikum və nudkhilkum mudkhalan kerima." Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, biz sizin kiçik günahlarınızı əfv edər və sizi şərəfli bir yerə, yəni cənnətə daxil edərik. Və bu Allah Azza və Cəllə tərəfindən möminlər üçün böyük bir müjdədir. Və Allah Azza və Cəllənin bağışlamasının, əffinin, mərhəmətinin nə qədər geniş olmasına bir dəlildir. Və əgər bu həlak edici həmən o böyük günahlardan çəkinərsə, Allah Azza və Cəllə onun kiçik günahlarını bağışlayacağını söz verir və onu cənnətinə salacağına söz verir. Və hər bir möminin arzudur ki, cənnətə daxil olsun. Və bunun yolu da çox asandır. Böyük günahlardan çəkinmək və kiçik günahları Allah Azza və Cəllə bağışlayır. Və hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "As-salavatul xams vel-cum'atu ila cum'a və Ramazan ilə Ramazan mukaffiratun lima beynəhuma məştimətil kəbair." Gündə 5 vaxt qılınan namaz və cümədən cüməyə və Ramazandan Ramazana özləri arasında olan günahlara kəffarədir, əgər böyük günahlardan çəkinirlərsə. Yəni, böyük günahlardan insan çəkindiyi müddətcə Allah Azza və Cəllə kiçik günahları bağışlayır və burada onu da nəzərə almaq lazımdır ki, böyük günah dedikdə eyni zamanda Allah Azza və Cəllənin fərz etdiyi, vacib etdiyi əməlləri tərk etmək də böyük günahdır. Məsəl üçün, gündə 5 vaxt qılınan namaz və ya Ramazan orucunu tutmaq. Bunlar Allah Azza və Cəllə fərz eləyib, vacib eləyib. Əgər bir insan gündə 5 vaxt namazı tərk edirsə, o artıq böyük günah sahibidir. Və yaxud da Ramazan orucunu tutmursa, o böyük günah sahibidir. Ona görə böyük günah dedikdə sadəcə işlənilən hər hansı bir haramları, günahları başa düşmək lazım deyil. Eyni zamanda Allahın əmrlərini tərk etmək böyük günahdır, yəni bax bu cür namaz kimi. Ona görə insan çalışmalıdır, bu qadağan olunmuş böyük günahlardan çəkinməklə yanaşı Allah Azza və Cəllənin fərzlərini, vaciblərini də yerinə yetirsin. Və bundan sonrası kiçik günahlar isə Allah Azza və Cəllə hamısını bağışlayır. Çünki o vacibatlar özlərində də ikisi arasında olan günahlara kəffarədir. Necə ki, 5 vaxt qılınan namaz kimi. Hədislərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrə deyir ki, sizdən birinin həyətindən çay keçərsə və o da orada gündə 5 dəfə yuyunarsa, onda kirdən əsər-əlamət qalarmı? Səhabələr deyirlər, xeyr ey Allahın Rasulü, gündə 5 dəfə yunan çimən insanda kirdən əsər-əlamət qalmaz. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bəli, bax, gündə 5 vaxt qılınan namaz da o cürdür. İnsanı günahlardan təmizləyir. Nəzərə almaq lazımdır ki, burada günahlardan təmizlənir insan dedikdə kiçik günahlar nəzərdə tutulur. Və burada bu kiçik kəlməsi yəni bizə yüngül gəlməli deyil. Əslində kiçik günahlar çoxdur və insan hiss etmədən də bu günahlara düşür. Hər gün tez-tez və bu günahlar üst-üstə yığıldıqda böyük günahlardan da yükü ağır olur. Ona görə məsələn sən baxarsan bir dənə dağa o kiçik-kiçik daşlardan, torpaq parçalarından və s. ibarətdir. Amma halbuki üst-üstə yığıldıqda böyük bir dağ olur. Necə ki, misalda da deyilir ki, dama-dama göl olar. Həmən o kiçik günahlar çox əzəmətli olur üst-üstə yığılanda. Və insanın böyük günahlardan çəkinməsi və bax bu cür Allahın vacibatlarını yerinə yetirməsi həmən o üst-üstə yığılanda dağ kimi olan, dama-dama olanda göl kimi olan günahlarını hamısını silib aparır. Heç bir günah geridə qalmır. Və həmçinin Ramazan orucu da həmən o kiçik günahların bağışlanmasına səbəblərdəndir. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, "Mən sama Ramazana imanan və ihtisaban, ğufira lahu ma taqaddama min zənbi." Kim Ramazanı imanla və əcrini Allahdan umaraq oruç tutarsa, onun bütün keçmiş günahları bağışlanır. Bax, bu həmən o kiçik günahlar nəzərdə tutulur. Və böyük günahlar da, məsələn, misal çəksək böyük günahlara, onlardan ən böyüyü şirkdir. Ən böyüyü şirkdir, Allaha şərik qoşmaq. Necə ki, Loğman əleyhissalam oğluna buyurur ki, nəsihət edərək, "Ya buney, la tuşrik billah, inne şirke lezulmun azim." Oğlum, Allaha şərik qoşma. Həqiqətən Allaha şərik qoşmaq ən böyük zülmdür. Yəni ən böyük zülm deyil, yəni ən böyük günah. Allaha şərik qoşmaq, yalan şahidlik etmək, haqsız yerə bir nəfsi öldürmək, bir canı öldürmək, bir insanı öldürmək, riba yemək, yetim mal yemək və digər hansı ki cəhənnəm əzabına vəd edilmiş və ya lənət gəlmiş
və o əməli edənin imanı tərk etmiş kimi hədələr olan günahlar, bunlar böyük günahlar hesab olunur. Yəni, insan bu günahlardan çəkinərsə və Allahın əmr etdiklərini yerinə yetirərsə, Allah Azze və Celle onun digər kiçik günahlarını bağışlayar və onu öz cənnətinə salar. Uca Allahdan dilərəm ki, bizlərə eşitib faydalanlardan etsin. Allah Azze və Celle bizləri böyük günahlardan çəkinib, onun fərz, vacib etdiklərini yerinə yetirərək, Allahın rəhməti sayəsində, bağışlaması sayəsində cənnətinə daxil etdiyi qullarına etsin. Allahümme amin. Və subhanəkə Allahümme həmdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfirükə və tövbə ileyk.